Tamam o zaman. Gəlin vaxt itirmədən dərsə başlayaq. Axırıncı dəfə biz sizinlə deməli bədii təsvir və bədii ifadə vasitələrini keçdik. Hansı ki, qəbul imtahanında, yəni müəllimlərin işə qəbul imtahanında nəzəriyyə üzrə 3 sual düşür və həmin 3 sualın 3-ü də bədii təsvir ifadə vasitələrindən ola bilər. Belə deyək də, əsas mövzular, özək mövzular onlar idi. Bu gün isə ədəbiyyatın, nəzəriyyənin daha doğrusu digər hissəsini artıq keçməyə başlayacağıq. Bu gün keçəcəyimiz hissə nəzm və nəsr hissəsidir. Ədəbiyyatda nəzm və nəsr. Yoldaşlar, ədəbiyyatda həm nəzm anlayışı var, həm də nəsr anlayışı var. Biz bunları ümumən belə deyək də anlayış olaraq, ümumi qavrayış olaraq bilirik ki, nəzm dedikdə nə nəzərdə tutulur, nəsr dedikdə nə nəzərdə tutulur. Nəzmlə yazılan əsərlər dedikdə hansı görünüşdə olan əsərlər nəzərdə tutulur, nəsrlə belə deyək, yazılan əsər dedikdə hansı görünüşdə olan əsərlər nəzərdə tutulur. Yəni biz bunları təxmini olaraq bilirik. Bu gün isə biz tam olaraq nəzəri cəhətdən bunların əsaslarını öyrənəcəyik. Bir-birinin oxşar cəhəti, bir-birindən fərqli cəhətlərini tam şəkildə öyrənəcəyik. Gəlin ilk olaraq nəzmin əlamətlərindən başlayaq. Yoldaşlar, nəzmin əlaməti ümumiyyətlə nəzmlə yazılan əsər dedikdə müəyyən qafiyəyə, müəyyən ahəngə, müəyyən ölçüyə, müəyyən rədif və bölgüyə əsaslanan əsərlər nəzərdə tutulur. Bu əsərlər şeirlər də ola bilər, poemalar da ola bilər, hətta dram əsərləri belə ola bilər. Nəzm dedikdə qısacası şeirlər şəklində, şeir şəklində yazılan əsərlər nəzərdə tutulur. Həmin əsərlər lirik əsərlər də ola bilər, epik əsərlər də ola bilər. Deməli, birinci qaydamız nədir? Nəzmlə yazılan əsərlərdə həm lirik əsərlər nəzmlə yazıla bilər, həm epik əsərlər nəzmlə yazıla bilər, həm də dramatik əsərlər nəzmlə yazıla bilər. Bəzən müdavimlər arasında belə bir çaşqınlıq yaranır ki, ay müəllim, nəzm dedikdə şeirlər nəzərdə tutulur. Bu daha çox lirik növdə özünü göstərir, lirik əsərlərdə özünü göstərir. Bu fikir yanlışdır. Daha çox bəli, nəzm anlayışı lirik növün anlayışıdır. Amma biz epik növdə də nəzm anlayışını keçmişik. Məsələn, epik növün yazılı ədəbiyyatdakı təmsil nümunələri necə yazılır? Şeirlər şəklində yazılır. Düz deyil. Deməli, epik növdə də nəzmdən istifadə oluna bilər. Və yaxud da mənzum hekayə, Nizami Gəncəvinin mənzum hekayələri. Hekayə janrı biz bilirik ki, epik növün janrıdır və mənzum hekayə də nədir? Nəzmlə yazılan hekayə, yəni şeirlər şəklində yazılan hekayə. Və yaxud da dramatik növün biz janrlarını keçdik. Komediya, faciə və dram janrlarını keçdik. Ötən dəfəki dərsimizdə dedik ki, Azərbaycan ədəbiyyatında mənzum faciənin əsasını Hüseyn Cavid qoymuşdur. Ana mənzum faciəsi ilə 1910-cu ildə. Baxın, faciə, mənzum faciə, yəni nəzmlə, şeirlər şəklində yazılmış faciə. İblis də məsələn nəzmlə yazılan faciədir. Ona görə də ilkin olaraq yadınızda saxlayın ki, nəzm anlayışı həm lirik növdə, həm epik növdə, həm də dramatik növdə özünü kəskin şəkildə göstərə bilər. Əsas olaraq isə lirik növün əlaməti kimi yadda qalır. Nəzmi nəsrdən fərqləndirən əsas cəhət, yəni nəsr haqqında da biraz danışaq. Əgər nəzmdə əsas fikir şeirlər üzərində cəmləşirdisə, nəsrdə əsas fikir cümlələr və abzaslar şəklində formalaşır. Yəni, nəsrin əsas ifadə vasitəsi cümlə və abzaslardır. Nəsrin əsas ifadə vasitəsi nələrdir? Cümlələr və abzaslar. Həmin cümlələrin, abzasların birləşərək yaratdığı mətnlər. Bunlar nəsr dilinin əsas, belə deyək, ifadə vasitələridir. Nəzm dilinin əsas ifadə vasitələri hansılar oldu bəs? Deməli, qafiyələr, rədiflər, şeirlər, ölçülər, bölgülər,
və s. Bu kimi anlayışlar nəzmin əsas əlamətidir. Bu ifadə vasitələri isə nəsrin ifadə vasitələridir. Gəlin indi nəzm haqqında, nəzmin elementləri haqqında ətraflı şəkildə danışaq. Nəzm. Nəzmi nəsrdən fərqləndirən ilk cəhət müəllimlər qafiyə anlayışıdır. Nəzmi nəsrdən fərqləndirən ilk cəhət qafiyə anlayışıdır. Hansı qafiyələrdən istifadə olunur dilimizdə, daha doğrusu ədəbiyyatımızda? Birinci, zəngin qafiyələr, bunlara tam qafiyələr də deyilir. Zəngin qafiyə haqqında gəlin danışaq. Deməli, zəngin qafiyə, tam qafiyə. Ümumiyyətlə, qafiyələrdə biz Azərbaycan dilinin bir mövzusuna toxunacağıq. Yəni, əgər o mövzu haqqında müəyyən qədər məlumatımız varsa, qafiyələri də tapmağımız çox rahat olacaq. Hansı mövzudur? Fonetika mövzusudur. Əgər bizim fonetikada sahitlərlə bağlı bir problemimiz yoxdursa, sözlərin tələffüzü ilə bağlı bir problemimiz yoxdursa və eyni zamanda müəyyən mənada leksikada çox mənalı sözlər, amonimlər haqqında məlumatımız varsa, biz nəzmin qafiyə anlayışını tam şəkildə mənimsəyəcəyik. Zəngin qafiyə nədir? Zəngin qafiyə qeyd olunduğu kimi, bunun digər adı da vardır, buna tam qafiyə deyilir. Zəngin qafiyədə yoldaşlar, qafiyə təşkil edən sözlərin ən azı 2 hecası, qafiyə təşkil edən sözlərin ən azı 2 hecası oxşar olmalıdır. Ən azı 2 heca necə olmalıdır? Oxşar olmalıdır. Məsələn, ümumiyyətlə, qafiyə anlayışın belə deyək də, sırf qayda olaraq belə deyə bilərik ki, qafiyələr tələffüzcə, səs tərkibi etibarilə bir-birinə yaxın olan sözlərdir. Baxın, bir də deyirəm, tələffüzcə, səslənmə etibarı ilə bir-birinə yaxın olan sözlər adlanır qafiyələr. Zəngin qafiyədə ən azı 2 heca, belə deyək də, sözdə oxşar şəkildə, belə deyək də, səslənməlidir. Məsələn, gəlin belə bir nümunə yazaq. Deyirəm ki, mən hey göyə baxdım, göy mənə baxdı. Gəlin bu nümunəni ilə yazaq buradan. Mən hey göyə baxdım. Hey göyə baxdım. Göy mənə baxdı. Göy mənə baxdı. Yollara baxmaqdan gözlərim axdı. Yollara baxmaqdan gözlərim axdı. Baxın diqqətlə buna. Gəlin burada səslənməsinə görə səs tərkibi etibarı ilə eyni olan ifadələrə nəzər salaq. Mən hey göyə baxdım, göy mənə baxdı, yollara baxmaqdan gözlərim axdı. Baxın, diqqətlə bu nümunəni oxuduqda baxdı və axdı sözlərinin səslənmə etibarı ilə bir-birinə yaxın olduğunu görəcəyik. Deməli, burada baxdı və axdı sözləri qafiyədir. İndi görək hansı qafiyədən istifadə olunur. Baxın, gördüyümüz kimi həm baxdı sözündə, həm də axdı sözündə axdı ifadəsi oxşardır. Neçə heca olur axdı sözündə? 1, A1, I-da 2. 2 heca, burada da 2 dənə heca. Gördüyümüz kimi axdı hər iki nümunədə qafiyə təşkil zənn etdiyimiz sözdə söz həqiqətən də qafiyə imiş. Nəyə görə? Çünki 2 dənə heca hər iki misrada oxşar şəkildə səsləndi. Deməli, qafiyə təşkil edən sözlər zəngin qafiyə adlanacaq və yaxud da tam qafiyə adlanacaq. Səbəb nədir? Ən azı 2 hecası oxşayır. 2-dən artıq heca da oxşaya bilər, fərqi yoxdur. Amma minimum 2 dənə heca bir-biri ilə oxşarlıq təşkil etməlidir, oxşar şəkildə səslənməlidir. Aydın oldu?
Bəli. Aha, əla. Yəni qafiyədə problem yoxdur müəllim demək olar ki, yəni şeir, qafiyə falan da yəni özüm yazdığıma görə biraz. Əla, super. O sizə çox kömək olacaq. Amma belə deyək də, sırf Təbii ki. mövzudur deyə təkrar eləməyiniz faydalıdır. Bu Təbii oldu ki müəllim. zəngin qafiyə. Gəlin indi yoxsul qafiyə haqqında danışaq. Deməli, yoxsul qafiyə. Aha müəllim, bu arada qafiyə sözündə bir y var, iki y yoxdur. Yoxsul qafiyə nədir? Biz zəngin qafiyənin demək olar ki, tam əksinə olan qafiyə növüdür. Fərqi nədir? Zəngin qafiyədə minimum 2 sait iki heca bir-biri ilə belə deyək də oxşar şəkildə səslənməlidir. Misra daxilində və yaxud da misra sonunda. Ona deyirlər zəngin qafiyə. Yoxsul qafiyədə isə burada deməli sözlərin əksər səsləri deyil, cəmi bir səsi, əsasən də axırıncı səsləri oxşar olur müəllimlər. Deməli, minimum 2, üzr istəyirəm, minimum 1, bəzən yazıram bura. Bəzən 2 misra da, daha doğrusu 2 heca da belə deyək, oxşar ola bilər. Bu zaman biz iki heca oxşar olanda o iki hecalı sözün axırıncı hecasına baxırıq. Əgər axırıncı heca demək oxşardısa, artıq yoxsul qafiyə adlanacaq. Yəni bu ümumiyyətlə düşmür. Yenə də mən deyim də sizə, yəni testdə düşsə ki, yoxsul qafiyədə ancaq bir heca oxşar səslənməlidir. Bu fikir yanlışdır. Bəzi məqamlarda, istisnai məqamlarda iki hecada oxşar şəkildə verilə bilər. Biz ümumi qaydaya əsaslanaraq yazaq. Bir hecası minimum, bir dənə hecası. Belə deyək də, söz şeirin ortasında və yaxud da sonunda qafiyə təşkil edən sözlərdən bir heca oxşardırsa, adlanacaq yoxsul heca. Məsələn, ya ilahi, qəribəm, eylə kömək. Yazaq burada. Ya ilahi, qəribəm, eylə kömək. Eylə kömək. Olmasın kimsə didərgin məni tək. Olmasın kimsə didərgin məni tək. Baxın, bu artıq adlanacaq yoxsul qafiyə. Səbəb nədir? Gəlin səslənməsinə görə eyniləşən sözləri tapaq burada. Ya ilahi, qəribəm, eylə kömək, olmasın kimsə didərgin məni tək. Baxın, eylə kömək, məni tək. Kömək, məni tək. Burada öədir, daha doğrusu ömək. Burada isə əni tək. Baxın, ək hecası hər iki nümunədə təkrarlanır və bir sait, bir oxşar sait, bir oxşar heca təkrarlandığı üçün bu hesab olunacaq yoxsul qafiyə. Digər adı da var, deyilir natamam qafiyə. Natamam qafiyə. Yəni tam deyil, natamam. Digər adı ilə yoxsul qafiyə adlanacaqdır. Ümumiyyətlə, yadda saxlayın ki, yoldaşlar, qafiyə dedikdə bəzən müdavimlərdə belə bir çaşqınlıq yaranır ki, elə bilirlər ki, daim şeirin sonunda işlənir. Amma bu fikir yanlışdır. Klassik ədəbiyyatda, ədəbiyyat nümunələrimiz olan qəzəllərdə, qəsidələrdə, qitələrdə istifadə olunan qafiyələr, yəni daxildə də işlənə bilər. İndi birazdan onun haqqında danışacağıq. Yəni qafiyə dedikdə ancaq sonda işlənən ifadələr nəzərdə tutulmur. Sonda işlənən oxşar səsli nümunələr nəzərdə tutulmur. Şeirin daxilində də işlənə bilər qafiyə nümunələri. Digər qafiyə nümunəmizə baxaq. Ona deyirlər qulaq qafiyəsi. Qulaq qafiyəsi.
qafiyəsi. Qulaq qafiyəsi. Yoldaşlar, qulaq qafiyəsi dedikdə isə birbaşa biz fonetikaya yönələcəyik. Fonetikanın orfoepiya hissəsinə, yəni sözlərin düzgün tələffüz hissəsinə yönələcəyik. Əgər burada bir problemimiz yoxdursa, qulaq qafiyəsini tam belə şəkildə mənimsəyəcəyik. Tapmağımız aydın olacaq. Qulaq qafiyəsi dedikdə biz sözləri deyirik. O dediyimiz sözləri nə vasitəsilə eşidirik? Qulaq hansı üzvümüz vasitəsilə eşidirik? Qulaq üzvümüz vasitəsilə eşidirik. Deməli, burada eşidilməyə əsaslanan qafiyədir. Eşidilməyə əsaslanan qafiyədə də biz əsas kimi götürəcəyik sözlərin tələffüzünü. Deməli, nəyə əsaslanır? Sözlərin tələffüzünə əsaslanır. Sözlərin tələffüzünə əsaslanan qafiyə adlanır qulaq qafiyəsi. Gəlin nəzərə çatdıraq bunu. Dərdə bax, niyyətə bax, millətə bax, ölülərdən ölülər feyz olacaq. Bu, biz bilirik ki, Hüseyn Cavidin İblis əsərindən verilmiş bir nümunədir. Yəni, bunu yazaq. Dərdə bax. Dərdə bax, niyyətə bax. Dərdə bax, niyyətə bax, millətə bax. Ölülərdən ölülər feyz alacaq. Deməli, ölülərdən ölülər feyz alacaq. Baxın, bu tipdə olan nümunələrdə görürük ki, bəzən belə deyilir, müdavimlər və eyni zamanda 3-cü qrupa hazırlaşan abituriyentlər də qulaq qafiyəsini tapmaqda sorun yaşayırlar, problem yaşayırlar. Ona görə ki, yəni deyirlər ki, ay müəllim, axı qafiyə səslənməsinə görə eyniləşən sait heca sayına əsaslanan bir şeydir axı. Heca sayına əsaslanan qulaq qafiyəsi deyil. Qulaq qafiyəsində dediyimiz kimi sözlərin qafiyə təşkil edən sözlərin tələffüzünə baxmalıyıq. Burada qafiyə təşkil edən sözlər hansılar? Biri baxdır. Bax sözünün tələffüzü elə bax formasında olacaq. Feyz olacaq sözündə də feyz olmaq bütövdür da, mən onu yazmıram, elə olacaq yazıram. Olacaq. Olacaq formasını alır. Gördüyümüz kimi, artıq tələffüzə gətirəndə ikinci nümunəni, ikinci misradakı qafiyənin digər tayını tələffüzə gətirəndə görürük ki, ax hissəsi artıq belə deyək də oxşarlaşacaq. Nə zaman oxşar? Deyə bilərsən ki, ay müəllim, biz bunu niyə yoxsul qafiyə kimi götürmürük? Axı tələffüzdə eyni heca yaranacaq. Baxın, görün nə deyir ki, tələffüzdə eyni heca yaranacaq. Əgər tələffüzdə eyni heca yaranırsa, artıq onu qulaq qafiyəsi götürəcəksiniz. Əgər bu nümunə elə yazılış qrafikası da, orfoqrafiyası da bu formada olsaydı, artıq biz bunu qulaq qafiyəsi yoxsul qafiyə kimi götürəcəkdik. Əgər olacaq sözünün yazılışı da elə olacaq formasında deyil, olacaq formasında olsaydı. Artıq biz onu məcbur qalıb yoxsul qafiyə kimi götürəcəkdik. Ancaq bunlarda bu qafiyə təşkil edən sözlərdə eyniləşmə tələffüzə əsasən olduğu üçün artıq biz bunu yoxsul qafiyə deyil, qulaq qafiyəsi kimi götürəcəyik. Yadınızdan çıxartmayın. Bu bizim oldu qulaq qafiyəmiz. Sonra keçək digər nümunəyə. Digər nümunəmiz daxili qafiyə adlanır. Daxili qafiyə. Daxili qafiyə. Bayaq da dediyimiz kimi, daxili qafiyələr daha çox klassik ədəbi nümunələrdə, yəni deməli, qəzəllərdə, qəsidələrdə, qitələrdə, rübailərdə və s. kimi klassik ədəbiyyat nümunələrimizdə əruz vəzninin, belə deyək də, müxtəlif janrlarında
daxili qafiyədən daha çox istifadə olunur. Amma bu o demək deyil ki, milli vəznimiz olan heca vəznində də istifadə olunmur. Bu belə bu anlama gəlmir. Daha çox %95% daxili qafiyə ərəb mənşəli şeirlərdə, yəni əruzun belə deyək də müxtəlif bəhrlərində yazılan şeirlərdə daxili qafiyədən daha çox istifadə olunur. Amma heca milli vəznimiz olan heca vəznində də istifadə oluna bilər. Daxili qafiyədə səslənməsinə görə eyniləşən sözlər belə deyək də digər qafiyə nümunələrindən fərqli olaraq digər qafiyə nümunələrində əsasən sonda işlənirdi qafiyə təşkil edən sözlər. Amma daxili qafiyədə təsəvvür edin ki, bu bir şeirdir, onun bir tayı buradır, digər tayı buradır, qafiyə təşkil edən söz burada işlənib. Bu adlanacaq daxili qafiyə, yəni şeirin daxilində, şeirin sonunda, əvvəlində deyil də ortasında işlənən qafiyə növü adlanacaq daxili qafiyə. Buna bir nümunə deyək. Deyirik ki, qamu bimarinə canan, bunu da belə xəttlərlə yazacağam, diqqətli olun. Deyirəm ki, qamu bimarinə canan, dəvai dərdidir ehsan, qamu bimarinə canan, dəvai dərdidir ehsan, neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Gördüyümüz kimi, səslənməsinə görə, şeirdə səslənməsinə görə eyniləşən sözlər hansılardır? Canan və dərman sözləri. Bu sözlər şeirdə hansı mövqedə işlənib? Nümunənin içində işlənib, ortasında işlənib. Ortasında işləndiyinə görə adlanacaq daxili qafiyə. Deyə bilərsiniz ki, ay müəllim, axı an hecası ortaqda axı, niyə biz bunu deməli, yoxsul qafiyə kimi götürməliyik? Çünki yoxsul qafiyə şeirin ortasında işlənə bilməz. Əgər ortasında işlənibsə, bir hecası belə deyək də, bir heca oxşardısa, mövqedən asılıdır. Ortada işlənibsə, artıq daxili qafiyə hesab olunacaq. Bunu yadınızdan çıxartmayın. Bu da belə. Və gəldik cinas qafiyə. Cinas qafiyələr isə amonim sözə bənzəyib, amonimlərə bənzəyib, amma amonim olmayan sözlərdir. Cinas qafiyə nədir? Tələffüzcə eyni olub, müxtəlif məna bildirən sözlərdən təşkil olunur. Tələffüzcə eynidir. Bütün cinas qafiyələrin tələffüzcə forması eyni olur, amma onların ifadə etdiyi belə deyək də, mənalar fərqli olur. Amma biz cinas qafiyə təşkil edən sözləri amonim götürə bilmərik, yadınızdan çıxartmayın. Məsələn, deyirəm ki, geyinibdir qəddinə yar alacanı, bunu belə geyinibdir qəddinə yar alacanı yazıram bura. Yar alacanı. At müjgan oxunu yaralacanı. Yaralacanı. İstər Ələsgərdən yar alacanı. Yəni sevgili gəlib canını ala. Alacanı. Tökəndə zülflərin ayana-yana. Deməli, 4 misradan ibarət olan, bir bənddən ibarət olan bir qeyd nəzərinizə çatdırdıq, bir şeir nümunəsi nəzərinizə çatdırdıq. Burada birinci nümunədə geyinibdir qəddinə yar alacanı, ala bir şeyi, ala rəngdə olan bir şey geyinib. İkinci nümunədə at müjgan oxunu yaralacanı, canı yaralamaqdan söhbət gedir. İstər Ələsgərdən yar alacanı, yar gəlib canını ala. Baxın, kənardan baxanda eyni hərflərdən bir sözü müxtəlif hissələrə parçalayıb və müxtəlif mənalı bir ifadələr yaradıblar. Və bu ifadələrdən qafiyə düzüb qoşublar. Bu tipdə olan qafiyələr adlanır dilimizdə cinas qafiyələr. Cinas qafiyələr amonim sözlərdən təşkil olunmur. Yadınızdan çıxartmayın. Yəni, cinas qafiyəni biz amonim götürə bilmərik. Bu da rahatdır. Deməli, davam eləyək. Buyurun mən. Aha. Biz deməli qafiyə mövzusunu artıq yekunlaşdırdıq. Qafiyə haqqında məlumat əldə etdik. Dedik ki, qafiyələr səslənməsinə görə eyniləşən ifadələrdir.
qafiyələrin bir neçəsində biz hecaların sayına nəzər saldıq. Hansılar idi hecaların sayına əsas götürdüyümüz qafiyələr? Deməli, tam qafiyə, yəni tam qafiyə, daha sonra yoxsul qafiyə, tam qafiyənin digər adı zəngin qafiyədir. Zəngin qafiyədə ən azı 2 heca oxşar olmalıdır. 2-dən artıq hecalar da oxşar ola bilər. Yoxsul qafiyəyə keçdik. Yoxsul qafiyənin digər adı natamam qafiyə idi. Natamam qafiyədə ən azı 1 heca oxşarlıq təşkil etməlidir, səslənməsi oxşar olmalıdır. Bəzi məqamlarda istisnai şəkildə 2 heca da oxşar ola bilər. Daha sonra qulaq qafiyəsində biz sözlərin tələffüzünə əsaslandıq. Qulaq qafiyəsində bir tələffüz zamanı bir və ya birdən artıq hecalar oxşarlıq təşkil edə bilər. Ancaq biz onu yoxsul və yaxud da zəngin qafiyə kimi götürə bilmərik. Çünki adı üstündə tələffüz zamanı hecaların oxşarlığı özünü göstərir. Yazılışda o oxşarlıq olmur. Bundan əlavə, deməli, daxili qafiyyə keçdik. Daxili qafiyədə dedik ki, səslənməsinə görə eyniləşən sözlər lirik nümunənin daxilində, yəni nə sonunda, nə də əvvəlində, ortasında işlənən ifadələrdir. Daxili qafiyədə bir və yaxud da birdən artıq hecalar oxşarlıq təşkil edə bilər. Bu oxşarlıqdan yola çıxaraq biz qəti şəkildə deyə bilmərik ki, bunlar zəngin qafiyə və yaxud da yoxsul qafiyədir. Mövqeyi şeirin daxili olduğuna görə deyək, deməli, qafiyə mövzuları bitdi, qafiyə hissəsi bitdi. Gəlin rədif haqqında danışaq biraz. Rədif nədir? Yoldaşlar, dilimizdə var rədif anlayışı, bir də ki, var təkrir anlayışı. Bəzən müdavimlər və eyni zamanda 3-cü qrupa hazırlaşan abituriyentlər tərəfindən rədif və təkrirlər qarışdırılır. Biz keçən dəfə bunun haqqında biraz danışdıq. Bugün tam o mövzudur. Yoldaşlar, təkrir biz bilirik ki, bədii ifadə vasitəsidir. Rədiflə təkriri qarışdırmamaq üçün birinci qayda. Əsas elə bir dənə qayda var, o da əsas qaydamız odur. Əgər bayaq keçdiyimiz qafiyələr ki var, məsələn, eyni söz, rədiflə təkriri qarışdırmaqda şagirdin nəyə görə qarışdırırlar? Səbəb nədir? Çünki hər ikisində eyni sözlər təkrarlanır. Ortaq xüsusiyyət nədir? Hər ikisində eyni sözlər təkrarlanır hər ikisində. Eyni sözlər təkrarlanır. Bəs mən hardan bilim ki, bu təkrarlanan eyni sözlər rədifdir, yoxsa təkrirdir? Yadda saxlayın, yoldaşlar. Əgər təkrarlanan eyni söz ki var, təkrarlanan eyni sözlər ki var, məsələn, adam, adam, adam. Təsəvvür edin ki, bu təkrarlanan sözdür. Əgər bu təkrarlanan sözdən əvvəl qafiyə varsa və həmin bu təkrarlanan sözlər qafiyədən sonra gəlibsə şeirdə, bilin ki, həmin nümunə hesab olunacaq rədif. Həmin nümunədə təkrarlanan sözlər olacaq rədif. Yox, məsələn, rədifə belə bir nümunə yazım, qoy. Onu daha dəqiq biləcəksiniz. Ah, bu uzun sevda yolu. Ah, bu uzun sevda yolu. Vuruldu mu başa könül? Vuruldu mu başa könül? Nişan aldım, kəmənd atdım. Nişan aldım, kəmənd atdım. Dəydi oxum daşa könül. Dəydi oxum daşa könül. Baxın, gördüyümüz kimi bu nümunədə könül nümunəsi, könül sözü eyni söz
Könül sözü təkrarlanıb. İkinci və dördüncü misrada. Könül sözünün təkrir və yaxud da rədif olduğunu bilmirsiniz. O saat ondan əvvəlki sözlərə baxırsınız. Baxın, bunu götürək, rəngləşik. Aha. Başa və daşa sözləri gördüyümüz kimi aşa hecaları belə deyək də təkrarlanır. 2 dənə heca təkrarlanır. Deməli, zəngin qafiyədir. Deməli, təkrarlanan sözlər ki var, təkrarlanan sözlərdən əvvəlki hissə qafiyədir. Deməli, həmin bu təkrarlanan sözlər qafiyədən sonra gəlib. Deməli, bu təkrir yox, hesab olunacaq rədif. Aydın oldu. Əgər bu nümunədə həmin bu qafiyə təşkil edən sözlər olmasaydı, o zaman bu könül sözləri artıq təkrir hesab olunacaqdır. Səbəb də odur ki, qafiyədən sonra təkrar olunmayıb. Aydın oldu. Təkrirlə rədifin fərqi. Aydın mən. Aha. Bir çox testlərdə baxın, bunlar qarışıq formada təqdim olunur. Ona görə də diqqətli olmaq lazımdır. Bundan əlavə bölgü haqqında gəlin danışaq. Bölgü sözünün bir neçə adı təqdi, sezurada deyirlər bölgüyə. Təqdi və sezurada deyirlər. Bölgü deməli misradakı müəyyən sayda hecalardan sonra verilən ritmik fasilədir. Nədir? Misradakı müəyyən sayda hecalardan sonra verilən ritmik fasilədir. Deməli, bölgülər bir neçə qaydada ola bilər. 4 plus 4 bölgüsündə ola bilər bölgü. Daha sonra 5 plus 3 bölgüsündə ola bilər. Bunlar görürük ki, 4+4 8, 5+3 8. 8 hecalı şeir şəklinin belə deyək də bölgüsüdür. Yəni gəraylının bölgüsüdür. Bundan əlavə 11 hecalı şeir şəkillərinin, yəni 8 hecalı ancaq gəraylı deyil, əsasən gəraylıdır. Yəni 8-lik şeir şəkildə ola bilər. 11 hecalı qoşmalarda da məsələn ola bilər 6 plus 5 şəklində ola bilər, 11-ə tamamlayırıq. Daha sonra 4 plus 4 plus 3 şəklində də ola bilər, 11-ə tamamlayırıq. Bunu qoşma şəklində götürürük. Baxın, bunlar adlanır dilimizdə bölgülər, digər adı təqti, digər adı sezuralar. Gəlin buna daha dəqiq nümunə üzərindən izahına nəzər salaq. Bir dənə şeir yazaq. Biz əsasən bu bölgünü yadınızdadırsa bayaqları keçəndə bunun haqqında danışmışdıq. Demişdik ki, bölgü dedikdə fasilə nəzərdə tutulur. Vergül olan hissəyə bölgü işarəsi də budur. Bu işarəni qoyuruq və onun sağındakı sahitlərdə sayırıq, solundakı sahitlərdə sayırıq. Neçədirsə plus və yaxud da minus işarəsini qoyuruq. Məsələn, işarət eylədim, dərdimi bildim. Bunu razılaşdıraq biraz. İşarət eylədim, dərdimi bildi. İşarət eylədim, dərdimi bildi. Gördüm, həm gözəldir, həm əhli dildir. Gördüm, həm gözəldir, həm əhli dildir. Başını buladı, gözündən güldü. Başını buladı, gözündən güldü. Güləndə qadası canıma düşdü. Canıma düşdü. Aha. 6 plus 5 bölgüsü mən. Bəli, bölgü nədir dedik? Birinci cümlədə vergülü tapırıq. Vergüllər var. Və vergüldən həmin bu işarəni qoyuruq, qoyduq.
Vergülün sağında, solunda tapırıq. Saitlərini sayırıq. 1, 2, 3, 4, 5, 6 plus və yaxud da minus 1, 2, 3, 4, 5, 6 plus 5-dir. İndi həqiqətən də doğru edib etmədiyimizi bilməyimiz üçün ikinci misranda gəlin sayaq. 1, 2, 1, 2, 3, 4, 5, 6 plus 1, 2, 3, 4, 5. 6 plus 5 şəklindədir. Deməli, həqiqətən də bölgümüz doğrudur. Digərlərində də eyni şəkildədir. 6 plus 5 şəklində olan bölgüdür. Yəni, bu nümunə 11 hecaya tamamlanır. Deməli, qoşma ola bilər. Qafiyə quruluşu da bildi, dildi, güldü, düşdü. Qoy bunu silək, qırmızıları. Bəli, ola bilər ki, məsəl üçün qafiyə quruluşu eynidir, yəni şeir şəklindədir, amma bölgü bölünəndə sait fərqi yaranır. Sait fərqi yarananda o daha çox əruz vəznində olan, belə deyək də, sözlərdə özünü göstərir. Çünki əruz vəznində izafət tərkibləri və bəzi ifadələr ki var, onlar tələffüzə əsasən götürülür və tələffüzə əsasən götürüləndə də, belə deyək də, sait istər-istəməz artır. Sait artanda da, belə deyək də, bu artıq bölgü özünü təsir eləyir. Aydındır. İndi güldü, düşdü. Belə. Sonra nə qaldı? Nəsr haqqında danışdıq. Vəzinlərə keçməyək, çünki vəzinlər böyükdür.